Yəni yerli çempionatımızda yaxşı legionerlər var. Yəni belə deyim də mənim diqqətimi cəlb edən legionerlər var. Amma əfsuslar olsun ki, onlar özləri öz klublarının aparıcı oyuncularıdır. Ona görə onları götürmək heç də asan olmayacaq. Ona görə bir o qədər də yəni bura ciddi yanaşmırıq. Çünki bəzən inam olur. İnsanda görsən, gözləyirsən, sonda alınmayanda biraz gec olur. Ona görə belə daha çox kənardan istəyirik ki, oyuncu dəvət eləməyə. Amma hər bir halda belə daima hər bir oyuncunun, hər bir legionerin oyununu nəzərimizdə saxlayırıq. Sadəcə klublar elə formalaşıb ki, bəzən istənilən klubun rəhbərliklərinin münasibətlər elədir ki, bəzən deyilir ki, aramızda söhbət olur ki, bizim oyunculara dəyməyin, biz sizin oyunculara dəymirik belə danışıqlar. Ona görə bir o qədər də belə deyək, yəni inandırıcı görünmür.